Hər kəsə salam. Bu videonu YouTube əhli üçün çəkirəm, çünki həqiqətən mən bura yox, bura yığılmışam. İlk öncə sizə onu deyim ki, mən üzümdə hansı proseduru edirəmsə, bu mənim seçimimdir. Bunu mən bəyənirəmsə edirəm. Başa düşürsünüz? Siz məni bəyənərsiniz deyənə mən bunu nəyinsə etmirəm. Və mənə çox linç gəlir ki, sənin burnun çox yekədir, sənin kipriyin yoxdur, sənin qaşın yoxdur, sənin dişin əyridir, sən dodağına get dolgu elətdir. Bax, mənim üzümdəki şeyi dəyişməyə çalışırsınız. Dəyişdikdən sonra isə deyirsiniz ki, hər kəs bir-birinə bənzəyib. İkisini deyən sizsiniz. Və bunların ikisini də deyən sadəcə və sadəcə xanımlardır. Yəni qadın qadını vuran dövrdəyik. Sən həmcinsini necə alçalda bilərsən? Bax, mənə çatmır da. Mən şəxsən hər hansı bir həmcinsimi alçalda bilmərəm. Yəni bu mənə ağır gəlir, başa düşdünüz? Bir də ki, bunu bilin ki, hər kəs nəyi qınayırsa, onu da yaşayır və yaşayacaqsınız. Yaşayandan sonra da o qədər peşman olacaqsınız ki, və onda mən yadınıza düşəcəm. Yəni mən başa düşmürəm də. Yəni baxın, mən açıq səhifə işlədirəm, məni istədiyinizi yaza bilərsiniz anlamına gəlmir. Çünki siz sadəcə fikir yaza bilərsiniz. Bəyənmədinizsə əgər, deyə bilərsiniz ki, mən bəyənmədim. Amma yenə dediyim kimi, sizin orada fikir və soruşulmursınuz, bunu bəyəndiniz ya yox deyə. Fikir və soruşan demək haqqınız var təbii ki də. Amma yenə deyirəm, fikir yazmaqda özgürsünüz, amma təhqir və tənqidə keçə bilmərsiniz. Buna haqqınız yoxdur. Və hər kəs düşünür ki, YouTube-da ağzımıza gələn səhifəni qoysaq, User qoysaq, nə bilim Samsung Galaxy falan filan peşməkən qoysaq, heç kimi sava bilməyəcək. Elə bir şey olmur, bilirsiniz. YouTube-da insanlar axtarıb tapmaq daha rahatdır. Nəinki TikTok və Instagram. Yəni bunun rahatlığına keçibmi siz ağzınıza gələn deyirsiniz? Başa düşmürəm. Yəni sizin məqsədiniz nədir də? Mən anlamıram. Yəni bir insan bir insana mənfi rəy yaza bilər, amma nifrətcəsinə yazmağı mənə anormal gəlir. Yəni sizin həqiqətən psixoloji problemləriniz var. Siz təcili surətdə həkimə getməlisiniz, özünüzü yoxlatmalısınız. Çünki yəni mənə nifrət dolu mesajlar yazırsınız. Halbuki məni tanımırsınız. Məni sosial mediada görmürsünüz. Məni tanımadığınız halda mənə necə nifrət bəsləyə bilərsiniz? Yəni bu sizin açıq-aşkar problemli olduğunuzu ortaya göstərir. Bir dəfə, 2 dəfə, 3 dəfə, 10-15 dəfə mən hər gün səhifədə birilərini blok eləyirəm. Axı niyə? Mən niyə hər zaman sizdən mənfi şeylər eşitməməyə